Listen to the passage and answer the questions. Mətni dinləyin və sualları cavablandırın. Answer the question according to the dialogue. Diyaloqa əsasən suala cavab verin. How can participants register for the conference? İştirakçılar konferans üçün necə qeydiyyatdan keçə bilər? Bizim dinləmə mətnimizin demək son hissələrinə doğru belə bir sual qeyd olunur. Do you know how to register? Bilirsənmi necə qeydiyyatdan keçək? Və qeyd olunur, I haven't found the registration form yet. Mən hələ də deyir ki, qeydiyyat formunu tapa bilməmişəm. There is a link on the official website. Yəni, rəsmi internet səhifəsində link var. Və təbii ki, rəsmi internet səhifəsində linkdən qeydiyyatdan keçmək olduğu qeyd olunduğu üçün biz A variantını by accessing the official website registration link, yəni rəsmi internet qeydiyyat linki vasitəsilə giriş etmək olar. Yəni düzgün cavabımız A variantı götürülmüş olur. Complete the sentence according to the dialogue. Diyaloqa əsasən cümləni tamamlayın. According to James, attending the conference will be. James'e görə konferansda iştirak etmək necə olacaq kimi davam etdirməliyik. Biz məlumata əsasən a valuable opportunity to expand knowledge and professional networks, yəni Y variantını doğru götürmüş olacağıq ki, biliyi genişləndirmək və professional biliklər etmək imkanı, şansı verir. Bizim dinləmə materialında isə bu şəkildə qeyd olunur. It's valuable both for gaining knowledge and building connections. Digər variantlarda isə unengaging and too short to provide meaningful benefits, faydalı bir nələrsə təmin etmək baxımından həddən çox qısadır deyir. Too expensive and the waste of time and energy, vaxt və enerji itkisidir, həddən çox bahadır. Useful for getting digital copies of presentation before each session. Before yox, after qeyd olunub bizim dinləmə mətnimizdə. They send out digital copies of presentation after each session. Yəni, hər sessiyadan sonra prezentasiyanın rəqəmsal olaraq, yəni kopyalarını göndərirlər kimi. Burada isə əvvəl deyildiyi üçün yanlışdır. Pointless since no supporting materials are provided. Burada təbii ki, heç bir dəstək verici materiallara təmin olunmadığı qeyd olunur ki, yenə fikir yanlış qeyd olunmuşdur. Və dinləməmizin davamına əsasən doğru cavabımız Y variantında götürülmüş olur. Which of the following question does the dialogue answer? Verilən suallardan hansının diyaloqda cavabı var? A variantında when will James complete his registration? James nə zaman öz qeydiyyatını tamamladı? Təbii ki, bizə mətndə bu haqda dəqiq məlumat verilməyib. What is the theme of upcoming conference? Yəni, qeyd olunan konferansın mövzusu nədir? Mətnin ilk hissəsində bu haqda məlumat verilir. James, have you heard about the upcoming conference? It's about the latest trends in renewable energy. Yəni, sualdan sonra qeyd olunur ki, təkrar istifadə oluna bilən enerjinin ən son trendləri haqqındadır. Demək ki, nə haqda olduğu haqqında məlumat verildiyi üçün B variantı bizim doğru cavabımızdır. What is the amount of discount offered? Neçə faiz, yəni nə qədər endirim təklif olunub, məbləğ qeyd olunmur. Who is the lecturer on data analysis in energy management? Enerji idarə etməsinin data analizində mühazirəçisi kimdir? Adı qeyd olunmayıb yenə. At what time are the breaks scheduled during the conference? Konferans müddətində ara fasilələr hansı cədvəldə, yəni vaxt olaraq qeyd olunmuşdur. Yenə də hansı saatlarda fasilələr olacağı haqqında məlumat yoxdur. Qeyd etdiyimiz kimi mətndəki verilən məlumata əsasən doğru cavabımız B variantı götürülür. Choose the correct statement according to the dialogue. Diyaloqa əsasən düzgün cümləni seçin. Mary is interested in the session on solar energy innovations. Mary günəş enerjisinin innovasiyaları, yəni yenilikləri haqqındakı sessiya ilə maraqlanır. Bizim elə düzgün cavabımız A variantında qeyd olunmuşdur. Çünki mətndə qeyd olunan məlumatımıza əsasən belə şəkildə verilir ki, Mary'nin dilindən I am particularly interested in the one about the solar energy innovations. B variantında the conference focuses mainly on solar energy. Konferans əsasən günəş enerjisinə diqqət yönəldir. Təbii ki, burada təkrar istifadə olunan enerji haqqındadır və burada gün ərzində 2 əsas sessiya qeyd olunur ki, bunlar arasında faydalı ola biləcək enerji texnologiyaları, enerji idarə etməsi və günəş enerjisi innovasiyaları haqqındadır.
The conference will last for 3 days with 4 sessions each day. 4 yox 2 olmalıydı. 3 gün davam etməsi doğrudur konferansın, ancaq hər gün 4 sessiya yox, 2 seansdan, yəni sessiyadan ibarət olacaq. Discounts are available only for elderly participants. Yenə burada early participants, yəni endirim erkən qeydiyyatdan keçən iştirakçılar üçün uyğun hesab olunur. Yalnız yaşlılar üçün deyil. Mary asked James to complete the registration for her. Mary James'dən onun üçün qeydiyyatdan keçib tamamlamağı xahiş edir. Burada təbii ki, elə bir məlumat qeyd olunmayıb. Məlumata əsasən artıq həqiqi qeydiyyatdan keçməklə bağlı məlumat istəyir və bunu arada müzakirə edirlər. Belə bir təklif yoxdur ki, onun əvəzinə qeydiyyatdan keçsin. Qeyd etdiyimiz kimi mətnə əsasən doğru cümlə A variantında qeyd olunmuşdur. It's clear from the dialect. Diyaloqdan aydındır ki, A variantında qeyd olunan cavabımızda Mary is eager to learn new things and use them in her job. Mary demək yeni şeylər öyrənməyə can atır və onu işində istifadə etməyə can atır eləcə də. Doğru cavabımız A variantı götürüləcəkdir. Çünki mətnin son hissəsində bu haqda məlumatımız qeyd olunur ki, This conference will be a great opportunity for me to learn new things and apply them at work. Yəni Mary'nin dilində verilir ki, bu konferans mənim üçün böyük bir şansdır ki, yeni nələrsə öyrənib onu işində tətbiq edəcəm. B variantında James is particularly focused on the lecture about data analysis in energy. James data analizinin enerjidə, yəni data analizi haqqında mühazirəyə daha çox fikir yönəldir. James'in əslində faydalı hesab etdiyi enerji ilə bağlı olan data analizi deyil də enerji texnoloji idi. Enerji texnologiyası ilə bağlı. Ancaq Mary'nin əsasən onu diqqət edib maraq göstərəcəyi günəş enerjisi ilə bağlı idi. James anticipates that the morning session will be cancelled. James qeyd edir ki, səhər seansı ləğv olunacaq. Əslində səhər seansının ləğv olunacağı deyil də I think the morning session on wind energy technology will be useful too deyə qeyd olunur. Yəni səhər sessiyası enerji texnologiyası və külək haqqında olan həmçinin faydalı olacaq deyir. Mary has already completed the registration process. Mary artıq qeydiyyatdan keçmə prosesini tamamlayıb. Əslində qeydiyyatdan keçmə prosesini tamamlamamışdı və o sual verirdi ki, necə qeydiyyatdan keçsin? James online, yəni rəsmi online internet səhifəsi üzərində link olduğunu qeyd edir və orada erkən qeydiyyatdan keçənlər üçün müəyyən endirimlər təklif olunduğu verilir. Daha sonra isə iştirakçılar iştirak edəndən sonra sertifikat əldə edirlər. Və bu böyük bir, yəni gözəl bir xəbərdir. Mən sabah qeydiyyatımı tamamlayacağam deyir Mary. Bu deməkdir ki, yəni hələ qeydiyyatdan keçməyib. Mary is mainly interested in social events rather than the station. Əsasən sosial hadisələr haqqında maraqlanır, nəinki sessiya. Təbii ki, yanlışdır. O, bu seanslardan, yəni konferansdan nələrsə faydalı öyrənmək və onu işində tətbiq etmək fikrindədir. Əsasən də solar enerji, günəş enerjisindən maraqlanırdı. Qeyd etdiyimiz kimi dialoqdan aydın olan və dialoqa əsasən düzgün məlumat A variantında qeyd olunmuşdur. Read the passage and answer the questions. Mətni oxuyun və sualları cavablandırın. In the mid-15th century, an important invention changed the course of history, the printing press. 15-ci əsrin ortalarında mühüm bir ixtira tarixin gedişatını dəyişdi, mətbə. It was made by German inventor Jonas Gutenberg. O, Alman ixtiraçısı Jonas Gutenberg tərəfindən hazırlanmışdı. Before this invention, books were hand-copied, a hard and slow process that made them expensive and rare. Bu ixtiradan əvvəl kitablar əl ilə kopyalanırdı. Bu da onları bahalı və nadir hala gətirən sərt və yavaş bir proses idi. Gutenberg's printing press used movable type. Gutenberg'in mətbəəsi daşınan tipdən istifadə etdi. This meant letters could be put on a page and moved easily. Bu demək idi ki, hərflər bir səhifəyə qoyulub asanlıqla köçürülə bilər. This innovation made printing much faster and easier. Bu yenilik çapı daha sürətli etdi və asanlaşdırdı. For the first time, many books could be made quickly and as a result, knowledge spread rapidly across Europe. İlk dəfə olaraq bir çox kitablar tez bir zamanda hazırlana bildi və nəticədə biliklər Avropada sürətlə yayıldı.
The first major book printed with movable type was the Gutenberg's Bible, completed around 1455. Daşınan tiplə çap edilmiş ilk böyük kitab təxminən 1455-ci ildə tamamlanan Gutenberg İncilidir. This book looked beautiful and had many details. Bu kitab gözəl görünürdü və bir çox detallara malikdir. It started a new time in printing and making books. Demək, çap və kitabların hazırlanmasında artıq yeni bir vaxt başladı. The Gutenberg Bible made books easier to find and cheaper. Gutenberg İncilini tapmağı asanlaşdıran və daha ucuz etmişdi. This helped more people learn to read and share new ideas. Bu daha çox insanın oxumağı və yeni ideyaları paylaşmağı öyrənməsinə kömək etdi. The printing press not only affected literature but also played a significant role in the spread of Renaissance, the Reformation and the scientific revolution. Demək, mətbə nəinki ədəbiyyata təsir etdi, həm də intibahın, islahatların və elmi inqilabın yayılmasında mühüm bir rol oynadı. Ideas that were once known only to a few scholars could now reach many people. Demək, qeyd olunacaq ki, bir vaxtlar yalnız bir neçə alim tərəfindən məlum olan fikirlər indi bir çox insana çata bilərdi. It contributed to the rise of religious, political and scientific movements as books and the newspapers spread ideas faster than ever before. Kitablar və qəzetlər ideyaları əvvəlkindən daha sürətli yayıldığından bu dini, siyasi və elmi hərəkətlərin yüksəlməsinə töhfə verdi. It started the modern age and still affects publishing and the way we share information. Bu müasir dövrdə başladı və hələ də nəşriyyata və məlumat paylaşmağımıza təsir etdi. Mətnimizlə bağlı ilk sualımız true, false, yəni doğru yoxsa yanlış olduğunu qərar verəcəyimiz sualdır ki, decide whether the statements are true or false according to the passage. Mətnə əsasən cümlələrin doğru yoxsa yanlış olduğuna qərar verin. Birinci cümləmizdə before Gutenberg's invention, the process of making books was time-consuming and difficult because they had to be copied by hand. Birinci paragrafımızda bu haqda məlumatımız var idi ki, yəni Gutenberg'in qeyd olunur ki, ixtirasından əvvəl kitabların, yəni nəşri prosesi vaxt baxımından daha çox vaxt aparırdı. Daha sonra isə yəni çətin bir proses idi, çünki onlar əl ilə kopyalanırdı və biz mətnimizdə bu hissədə birinci paragrafın son cümləsində eyni məlumatı görmüş oluruq. Demək ki, bu məlumata əsasən bizim birinci cümləmiz true götürülmüş olacaqdır. İkincidə, the invention of the printing press allowed people across Europe to access and share information rapidly. Mətbəənin ixtirası insanlara, yəni Avropada demək boyunca giriş etməyə icazə verdi, eləcə də tez sürətli bir şəkildə məlumat paylaşmağa icazə vermişdi. Yenə mətnimizə əsasən doğru məlumat kimi götürəcəyik, yəni true hesab olunacaq. Çünki qeyd olunan məlumatda, yəni bir neçə hissədə biz məlumatı görə bilərik. Ən çoxsa ikinci paragrafın sonunda for the first time many books could be made quickly as a result knowledge spread rapidly across Europe. Yəni eyni mənanı kəsb edən cümləmizdir. Bu səbəbdən ikinci cümlədə true hesab olunur. Üçüncüdə the printing press affected literature and had no influence on science or politics. Yəni çap prosesinin, mətbəənin ədəbiyyata təsiri var idi və elm, siyasi hissələrdə təsiri yox idi. İkinci tərəfdə inkar yazıldığı üçün cümləmiz false hesab olunur. Çünki mətnimizdəki məlumatımıza əsasən mətbə təkcə ədəbiyyata deyil, həmçinin demək elmi inqilaba, daha sonra intibaha və s. təsir göstərmişdi. Dördüncü paragrafın ilk cümləsinə əsasən bizim verilən üçüncü cümləmiz false, yəni səhv hesab olunur. Dördüncüdə isə the Gutenberg Bible, completed in the 15th century, represented the first significant use of movable type printing in Europe. Gutenberg Bibliyası 15-ci əsrdə tamamlanmışdı, hansı ki, yəni ilk daşına bilən növ çapdan istifadə olunmuşdu Avropada.
bu üsulla. Yəni 4-cü cümləmizdə true hesab olunacaq. Çünki 1455-ci ildə tamamlanmışdı, hansı ki ilk dəfə, yəni əsas kitab kimi movable, yəni daşına bilən növdən istifadə olunmuşdu. 1455-ci il isə təbii ki 15-ci əsr hesab olunur. Və qeyd olunan məlumatlara əsasən qeyd etdiyimiz kimi birinci cümləmiz true, ikinci cümləmiz true, üçüncü cümləmiz false və dördüncü cümləmiz true hesab olunur. Which of the following sentences can start the fifth paragraph? Verilən cümlələrdən hansı 5-ci paraqrafla başlaya bilər? 5-ci paraqrafda biz cümlənin davamındakı məlumata əsasən əvvəlində hansı məlumat qeyd olunmalıdır təyin edəcəyik. Və burada it started the modern age and still affects publishing and the way we share information. Yəni bu müasir dövrdə başladı və hələ də nəşriyyata məlumat paylaşmağımıza təsir edir. It deyə əvəz etdiyimiz məlumat demək ki, bizim nəşriyyatımıza, məlumat paylaşmağımıza təsir edən bir prosesdir. Buna əsasən biz A variantına diqqət etsək, today the printing press is considered one of the most important invention in human history. Bugün, yəni mətbə insan tarixində, yəni bəşər tarixində ən vacib ixtiralardan biri hesab olunur. Bizim A variantımız mətnə əsasən doğru cavab hesab olunacaq. Çünki biz onun davamınca deyə bilərik ki, bu müasir dövrdə başladı və hələ də nəşriyyata və məlumat paylaşmamıza təsir edir. Digər variantlarda Gutenberg's printing press had a limited effect on the spread of knowledge outside Europe. Burada across Europe deyə qeyd olunmalıydı. Həmçinin limitli bir təsiri yox, yəni effektli bir təsiri var idi. Yəni mətndə bu məlumat digər paraqrafda qeyd olunmuşdu. 5-ci paraqrafın ilk cümləsi kimi götürülə bilməz. As history shows, changing how we share information can change everything else. Yəni tarixin göstərdiyi kimi biz necə məlumatı paylaşmağımız dəyişkənliyi hər şeyin daha da dəyişə bilər kimi qeyd olunur və bu isə digər cümlənin davamı ilə uyumlu bir məlumat deyildiyini götürə bilmirik. The Gutenberg Bible was a simple handmade book that changed the printing world. Burada Gutenberg Bibliyasından danışır, yəni İncilindən danışır ki, bu sadə əl işi hesab olunan bir kitabdır, hansı ki çap dünyasını dəyişdi. Təbii ki, Bibliya İncili haqqında biz 3-cü, yəni Gutenberg İncili haqqında 3-cü paraqrafda görürük. Bu isə daşından tiplə çap edilmiş ilk böyük kitab hesab olunurdu. Və yenə də bu haqda məlumat 3-cü paraqrafda qeyd olunduğu üçün təkrar 5-ci paraqrafın davamı kimi götürmürük. Even after the printing press was invented, books were still produced by hand in many regions. Hətta deyir ki, mətbəənin ixtirasından sonra kitablar bir çox ərazilərdə əl ilə hələ də istehsal edilirdi. Təbii ki, bu kitablar artıq tez bir zamanda hazırlana bildi və nəticədə dil biliklər Avropada sürətlə yayılmışdı. İkinci paraqrafda biz bu məlumatı görürük və bu səbəbdən yenə də 5-ci paraqrafın ilk cümləsi kimi seçim edə bilmərik. Doğru cavabımız A variantı götürülmüş olacaqdır. Complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamlayın. The printing press contributed to major changes by, yəni mətbə əksər dəyişikliklərə töhfə verməklə, nə vasitəsilə töhfə vermişdi. Biz mətnimizdə də məlumatlardan əldə edərək gördük ki, yəni mətbə vasitəsilə artıq cəld bir şəkildə sürətlə kitablar hazırlana bildi. Nəticədə bilik sürətlə yayıldı. Daha sonra isə digər paraqraflarda da məlumatların qeydinə baxsaq, burada insanlar artıq daha çox nələrsə öyrənmək, yeni ideyaları paylaşmaq kimi köməklik göstərilmişdi. Və 4-cü paraqrafın sonunda da it contributed to the rise of religious, political, scientific movements as books and newspapers spread ideas faster than ever before. Yəni burada qeyd olunur ki, kitab, qəzetlər ideyaları əvvəlkinə daha sürətli yaydığından bu dini, siyasi və elmi hərəkatların yüksəlməsinə töhfə vermişdi. Qeyd olunan məlumatlara əsasən ümumi nəticə kimi biz A variantını doğru götürmüş olacağıq ki, helping important ideas reach a wider audience beyond academic circles. Yəni akademik dairələrdən əlavə daha geniş bir auditoriyaya ideyaları, vacib ideyaları çatdırmağa köməklik göstərirdi.
Ümumi bir başlıq altında A variantı artıq doğru cavab hesab olunur mətnə əsasən. B variantında increasing the popularity of hand copying books in many parts of Europe, yəni Avropanın bir çox hissələrində əl ilə kopyalanan kitabların məşhurluğunu artırmışdı. Əksinə bu çətin versiyadır, yəni mətbəənin ixtirasından əvvəl olan bir proses idi. Making information harder to access and causing confusion cümləmiz negativ yönümlü verilmişdi, hansı ki, yəni giriş edilməsi daha çətin olmuş, yəni məlumat əldə etmək daha çətin olmuşdu və qarşılıqlı gətirib çıxarırdı. Limiting access to books to wealthy people only, yalnız zənginlər kitablara deyim, giriş edə bilərlər, yəni limitli saydaydı, yenə yanlışdı. Hər kəs yəni rahat bir şəkildə əldə edib məlumatla faydalana bilərdi. Encouraging writers to create new works for only a group of scholars, yalnız bir qrup alimlər üçün yeni işlərin yaradılmasında yazıçıları həvəsləndirirdi. Yenə də məlumatımız mətnə əsasən yanlışdır. Qeyd etdiyimiz hissələrə əsasən A variantı doğru cavab hesab olunur. What does the word spread mean in paragraph 4? 4-cü paragrafda verilmiş spread sözü hansı mənanı verir? Spread yaymaq, yayılmaq tərcüməsini verir və mətnimizdə də qeyd etdiyimiz hissədə 4-cü paragrafın sonunda görürük ki, bu sözü burada təbii ki, sürətlə yayıldığından, yayılmasından ideyaların söhbət gedir və verilən tərcüməmizə əsasən doğru cavab A variantında qeyd olunmuşdur ki, to share or make something reach many people, nə isə paylaşmaq, bölüşmək və yaxud da ki, nə isə bir çox insanlara çatdırmaq. B variantında to cover a table or area, hər hansı ərazi ya da masanın üzərini örtmək, yəni təbii ki, 4-cü paragrafda belə bir məlumat qeyd olunmur. Hold something firmly, möhkəm şəkildə nə isə tutmaq. Make something smaller in size, nə isə ölçüsünə görə kiçiltmək. Close or fold something quickly, cəld bir şəkildə nə isə qatlamaq və yaxud da ki, bağlamaq mənasındadır. Və qeyd etdiyimiz kimi 4-cü paragrafdakı məlumatımıza əsasən spread sözünün düzgün izahı A variantında qeyd olunmuşdur. Which of the following questions does the passage answer? Verilən suallardan hansının mətndə cavabı var? Birinci sualımızda who was the first person to purchase a book printed with movable type? Hərəkət edə bilən növlə çap olunan kitabı ilk alan şəxs kim idi? Həmin kitabı ilk kim aldığı haqqında mətndə məlumat qeyd olunmadığı üçün birinci sualımızın cavabı yoxdur. İkinci sualda how did the printing press impact the Renaissance and the Reformation? Yəni mətbə demək inqilaba və reformasiyaya necə təsir etmişdi? İkinci sualımızın mətndə cavabı var. Biz diqqət etsək, 4-cü paragrafda bu haqda məlumatı görürük ki, mətbə təkcə ədəbiyyata deyil, həmçinin intibaha, daha sonra islahatların və elmi inqilabın yayılmasında mühüm rol oynamışdı. Yəni, burada insanlar arasında ideyaların yayılması, alimlərin tərəfinə məlum olan fikirləri, yəni indi bir çox insana çatdıra bilməkləri ilə bağlı məlumatlar qeyd olunur. Buna əsasən ikinci sualımızın cavabı var deyirik. Üçüncü sualda what was the name of the first book printed with the printing press? Yəni, mətbə vasitəsilə ilk çap olunan kitabın adı nə idi? Üçüncü sualımızın da cavabı var. Mətbə yəni vasitəsilə çap olunan ilk kitabımızın adı Gutenberg's Bible, yəni Gutenberg İncili adlanırdı. Ona görə də üçü də doğru götürürük. Dördüncüdə why did the invention of printing press take so long? Nəyə görə mətbəənin ixtirası uzun bir vaxt aparmışdı? Bu haqda məlumat yenə mətndə qeyd olunmayıb. What role did governments play in controlling printed materials? Hökumətlər çap olunan materialların idarə olunmasında hansı rolu oynadı? Yenə mətndə hökumətlə bağlı və onun çap prosesi ilə bağlı hər hansısa bir rolu qeyd olunmadığı üçün düzgün deyil. Doğru cavabımız 2-3 götürülmüş olacaqdır. Read the passage and answer the questions. Mətni oxuyun və sualları cavablandırın. The Dead Sea is a unique lake located between Jordan and Israel. Ölü dəniz İordaniya və İsrail arasında yerləşən unikal bir göldür. It's famous for being the lowest point on Earth, lying about 430 meters below sea level. Dəniz səviyyəsindən təxminən 430 metr aşağıda yerləşən yer üzündəki ən aşağı nöqtə olması ilə məşhurdur.
This salt lake is unlike any other in the world because of its unusual features and the natural beauty. Demək, bu duzlu göl qeyri-adi xüsusiyyətlərinə və təbii gözəlliyinə görə dünyada digərlərindən fərqlidir. The water in the Dead Sea is extremely salty, around 10 times salter than ordinary ocean water. Ölü dənizdəki su olduqca duzludur, adi okean suyundan təxminən 10 dəfə duzludur. This high salt content makes the water very dense, allowing people to float easily on the surface without sinking. Demək, bu yüksək tərkibli, yəni duz tərkibi suyu çox sıx edir, insanlar da batmadan səthdə asanlıqla üzməsinə imkan verir. Many visitors travel from all over the world to experience this strange but fun phenomenon and to enjoy the lake's calm and peaceful atmosphere. Bir çox ziyarətçilər, yəni turistlər bu qəribə lakin əyləncəli fenomeni yaşamaq və gölün sakit, dinc atmosferindən həzz almaq üçün dünyanın hər yerindən səyahət edirlər. Dead Sea has been a popular destination for thousands of years. Ölü dəniz minlərlə ildir ki, məşhur bir yer olmuşdur. People have visited the area for its healing properties as the salty water and the mineral-rich mud are believed to help with skin problems and other health conditions. İnsanlar müalicəvi xüsusiyyətləri üçün bu əraziyə baş çəkirlər, çünki duzlu su və minerallarla zəngin palçığı dəri və problemli olan digər sağlamlıq vəziyyətlərinə kömək etdiyinə inanılır. Ancient civilizations, including the Egyptians and the Romans, valued the lake for these reasons and often came here for relaxation and healing. Qədim sivilizasiyalar, o cümlədən Misirlilər və Romalılar bu səbəblərə görə gölü qiymətləndirirdilər və tez-tez istirahət və şəfa üçün bura gəlirdilər. In addition to its health benefits, Dead Sea region is rich in valuable minerals such as magnesium, potassium and bromine. Sağlamlıq faydalarına əlavə olaraq Ölü dəniz bölgəsi maqnezium, kalium və brom kimi qiymətli minerallarla zəngindir. These minerals are carefully extracted from the lake and used in cosmetics and medicines sold worldwide. Demək, bu minerallar göldən diqqətlə çıxarılır və bütün dünyada satılan kosmetika və dərmanlarda istifadə olunur. Then, this unique environment around the Dead Sea also supports special plants and animals adapted to its salty conditions. Ölü dənizin ətrafındakı unikal mühit həm də duzlu şəraitə uyğunlaşdırılmış xüsusi bitki və heyvanları dəstəkləyir. However, the water level in the Dead Sea has been dropping rapidly in the recent decades due to human activities such as diverting water from the Jordan River and mineral extraction. Bununla belə Ölü dənizdə suyun səviyyəsi son 10 illiklərdə Yordan çayından suyun yönləndirilməsinə və mineral hasilat kimi insan fəaliyyəti səbəbindən sürətlə azalır. This decrease threatens not only the lake's future but also the economy and the environment of the surrounding area. Bu azalma təkcə gölün gələcəyini deyil, həm də ətraf ərazinin iqtisadiyyatını və ətraf mühitini təhdid edir. Efforts are being made by local governments and international organizations to protect the Dead Sea and find sustainable solutions to preserve this natural wonder. Ölü dənizi qorumaq və bu təbii möcüzəni qorumaq üçün davamlı həllər tapmaq üçün yerli hökumətlər və beynəlxalq təşkilatlar tərəfindən səylər edilir. It remains a symbol of natural beauty, ancient history and the scientific interest, attracting tourists and researchers alike. O təbii gözəlliyin, qədim tarixin və elmi marağın simvolu olaraq qalır və turistlər tədqiqatçıları da cəlb edir. Decide whether the statements are true or false according to the passage. Mətnə əsasən qərar verin ki, cümlələr doğru yoxsa yanlışdır. Birinci cümləmizdə the salt levels in the Dead Sea are similar to those found in regular sea water. Yəni Ölü dənizdə olan sudakı, yəni duzluluq səviyyəsi digər dəniz sularındakında eynidir, oxşardır.
Birinci cümləmizi false hesab edirik, yəni səhv sayılır. Çünki ikinci paragrafımızın ilk cümləsində də görürük ki, hətta adi okean suyundan belə 10 dəfə daha duzludur və birinci paragrafımızın son cümləsində də digər başqa göllərlə oxşar olmadığı kimi qeyd olunur və qeyd olunan məlumatlara əsasən biz birinci cümləni false hesab edəcəyik. İkinci cümləmizdə since ancient times people have believed in the healing powers of the Dead Sea. Qədim vaxtlardan bəri insanlar ölü dənizin gücündə, yəni sağaltma gücü olduğuna inanıblar. İkinci cümləmizi doğru hesab edirik, yəni true götürəcəyik. Çünki mətnimizə əsasən insanlar yəni inanırdılar ki, bu dənizdə olan, yəni duzluluq səviyyəsi, yəni duzlu su başqa sağlamlıq problemləridir, dəri problemləridir və s. köməklik göstərir. Daha sonra üçüncü cümləmizdə recent observations show that the Dead Sea's water level has been steadily increasing. Son müşahidələr göstərir ki, ölü dənizin su səviyyəsi artıb. Və biz bu cümləni səhv hesab edirik. Çünki 5-ci paragrafımızda verilən məlumatımıza əsasən, yəni son tədqiqatlar göstərir ki, insanlar arasındakı olan fəaliyyətlər və s. yəni suyun yönləndirilməsi, mineral hasiyyət kimi insan fəaliyyəti səbəbindən sürətlə azalır və bu azalma gölün gələcəyini deyil, həm də ətraf ərazinin iqtisadiyyatına, ətraf mühitinə zərər vermiş olacaq. 5-ci paragrafdakı məlumatımıza əsasən biz 3-cü cümləni səhv hesab edəcəyik, yəni false götürülmüş olur. 4-cü cümləmizdə ancient civilization avoided Dead Sea because of its toxic waters. Qədim cəmiyyətlər, yəni sivilizasiyalar demək zəhərli suyuna görə biz yəni qeyd olunur ki, ölü dənizdən qaçıblar, yəni qaçınıblar. Bu cümləni də səhv hesab edirik, yəni false götürmüş olacağıq. Çünki verilən məlumatımıza əsasən 3-cü paragrafın son cümləsində ancient civilization including Egyptians, Romans valued lake for this reason and often came here for relaxation and healing. Yəni sağalma və istirahət üçün bura gəlirmişlər. Və bu o deməkdir ki, avoid feilinə əsasən cümləmiz artıq tərcüməsi mətnə əsasən yanlış hesab olunur və biz 4-cü cümlədə səhv götürmüş olacağıq. Complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamlayın. The minerals extracted from the Dead Sea are primarily used for, yəni ölü dənizdən çıxarılan minerallar əsas məqsəd olaraq istifadə olunur. Hansı məqsədlə istifadə olunduğunu biz 4-cü paragrafın cümlələrində qeyd olunmuş məlumata əsasən təyin edəcəyik. These minerals are carefully extracted from the lake and used in cosmetics and medicines sold worldwide. Yəni bu minerallar göldən diqqətlə çıxarılır və bütün dünyada satılan kosmetika və dərmanlarda istifadə olunur. Qeyd olunan bu məlumatımız isə variantda verildiyi kimi və biz burada creating cosmetics and medicine that are sold worldwide, yəni Y variantında görmüş oluruq. Bu səbəbdən Y variantı bizim cümləmizin doğru davamı kimi götürülmüş olacaqdır. Choose the correct answer to the question according to the passage. Mətnə əsasən suala doğru cavab seçin. What makes the experience of swimming in the Dead Sea so special? Ölü dənizdə üzmək təcrübəsini belə xüsusi edən nədir? Təbii ki, onun, yəni üzməklə bağlı təcrübəni xüsusi edən məlumatımız 2-ci paragrafda qeyd olunmuşdu və biz qeyd etdiyimiz hissədə this high salt content makes the water very dense, allowing people to float easily on the surface without sinking. Yəni onun yüksək duz tərkibinin olması suyu çox sıx edir və insanların batmadan səthdə asanlıqla üzməsinə imkan verir. Və qeyd olunan bu məlumatımıza əsasən davamında isə bir çox ziyarətçilər demək bu qəribə lakin əyləncəli fenomeni yaşamaq, gölün sakit və dinc atmosferindən həzz almaq üçün dünyanın hər yerindən səyahət edirlər ki, bu təcrübəni görsünlər. Verilən məlumatımıza əsasən də biz variant olaraq the high salt concentration that makes the body float effortlessly, yəni B variantını doğru cavab kimi götürmüş olacaq ki, yüksək duzluluq tərkibinin olması bədənin heç bir cəhd etmədən, yəni batmadan onun üzərində üzməsinə gətirib çıxarır.
What does the word sustainable mean in paragraph 6? 6-cı paragrafda verilən sustainable sözü hansı mənanı verir? 6-cı paragrafda biz həmin fərqləndirilmiş sustainable sözünü görürük və qeyd olunan sustainable sözümüz paragraf daxilində davamlı mənasını verir. Davamlılıq isə able to continue over time without harming the environment. Yəni ətraf mühitə zərər vermədən uzun bir müddət davam edə bilmə qabiliyyəti. Qeyd olunan izahımız B variantında düzgün şəkildə verilmişdir. Digər variantlarda without any obvious purpose, yəni açıq-aşkar məqsədi olmadan deməkdir. Not working or not achieving what is needed, ehtiyacımız olan bir şeyə nail olmamaq, işləməmək, expensive to maintain and difficult to control, idarə etməyin çətin olduğu və qoruyub saxlamağın baha olması, relating to an amount that can be measured, ölçülə bilən bir miqdara istinad etmə. Qeyd olunan sözümüz mətndəki mənasına əsasən davamlılıq mənasını verdiyi üçün, yəni davamlı tərcüməsinə əsasən B variantı doğru cavab kimi götürülür. Which of the following questions does the passage answer? Verilən suallardan hansının mətndə cavabı var? Birinci sualımızda what valuable minerals are extracted from the Dead Sea region? Ölü dəniz sahəsindən hansı dəyərli minerallar çıxarılır? Birinci sualımızın mətnə əsasən cavabı verilmişdi. Düzgün hesab edirik. Çünki qeyd olunan 4-cü paragrafda such as magnesium, potassium and bromine, yəni dəyərli mineral maddələrdən maqneziumdur, daha sonra brom və kalium kimi qiymətli minerallarla zəngindir və onlar ehtiyatla çıxarılır göldən ki, kosmetika və tibb sahəsində istifadə olunsun. Digər suallara nəzər yetirsək, how many tourists visit the Dead Sea annually? İllik olaraq neçə turist Ölü dənizi ziyarət edir? Dəqiq olaraq sayı qeyd olunmamışdır. Sadəcə ümumi olaraq bir çox ziyarətçilərin gəlməsi deyilir. Bizdən isə dəqiq sayı soruşulduğu üçün düzgün cavab kimi götürə bilmirik. Üçüncü sualımızda how have human activities affected the water level of the Dead Sea? Ölü dənizin su səviyyəsinə insan fəaliyyəti necə təsir göstərir? Üçüncü paragrafda, daha doğrusu üçüncü cümləmizin də cavabı qeyd olunmuşdu. Bu isə 5-ci paragrafda qarşımıza çıxır ki Dead Sea has been dropping rapidly in recent decades due to human activities such as diverting water from the Jordan River and mineral extraction. Yəni Ölü dənizdə suyun səviyyəsi son 10 illiklərdə Yordan çayından suyun yönləndirilməsi və mineral hasilət kimi insan fəaliyyəti səbəbindən sürətlə azalır. Yəni onun təsiri suyun azalmasına gətirib çıxarır. Yəni insan təsiri suyun azalmasıdır. Ona görə 3-cü cümləmizin doğru cavabı var deyə qeyd edirik. Daha sonra 4-cüdə which species of plants and animals live near Dead Sea? Ölü dəniz yaxınlığında hansı növdə bitki və heyvanlar yaşayır? Bitki və heyvanlarla bağlı məlumatlar qeyd olunsa da, burada heyvanın adları və yaxud da ki, bitkinin növləri ilə bağlı hər hansısa bir məlumat verilmədiyi üçün biz 4-cü cümləni doğru cavab kimi götürə bilməyəcəyik. Daha sonra 5-ci demək cümləmizdə how does mineral content of Dead Sea differ from that of other lakes? Ölü dənizin mineral tərkibi başqa göllərinkindən necə fərqlənir? Əslində duzluluq səviyyəsinin fərqlənməsi ilə bağlı məlumat verilmişdir. Bu isə 1-ci və 2-ci paragrafdakı məlumatlardan əsasən təyin edirik. Ancaq ki, mineral tərkibi 4-cü paragrafda verilib və 4-cü paragrafdakı məlumatda mineral tərkibinin digər başqa göllər və sudakı minerallarla tərkibi ilə bağlı, yəni müqayisəsi aparılmayıb. Ona görə də biz 5-ci sualımıza düzgün cavab verilmədiyi üçün götürə bilmirik. Doğru cavabımız 1 və 3 hesab olunur. Choose the correct negative sentence. Düzgün inkar cümlələri seçin. Birinci cümləmizdə neither of the participants were not interested in the project. Bir sadə cümlənin tərkibində bir dəfə inkarlıqdan istifadə etmə şansımız var. Bu səbəbdən bizim cümləmizdə neither və were not, yəni həm not inkar istəciyindən, həm də neither inkarlıq göstəricisindən istifadə olunduğu üçün yanlış sayılır cümləmiz. İkincidə there was hardly any food left after the party.
Hardly cümləni inkara dəyişdirən və nota bərabər olan bir göstəricidir və təbii ki, sadə cümlənin tərkibində bir tək hardly'nin istifadəsi həmin cümləni inkara çevirmiş olur. Yəni ikinci cümləmiz doğrudur. Üçüncü cümləmizdə neither option seems suitable for our project. Neither sayılan təksimlə istifadə olunan bir inkarlıq bildirən kəmiyyət göstəricimizdir və cümləni inkara dəyişdiyi üçün üçüncü cümləmizdə doğru götürülür. Dördüncü cümlədə they had to say nothing during the meeting to avoid trouble. Neither had Mark. Bizə verilən inkar cümləmizə həmçinin qısa cavab da verilmişdi. Və birinci hissədə inkarlığı bildirən nothing törəmə əvəzliyimizdir ki, biz inkar cümləyə qısa cavabı verərkən həmin cümlənin daxilindəki köməkçi feilə də diqqət etməliyik. Neither ilə inkar cümləyə cavab veririk. Bu hissə doğru qeyd olunmuşdu. Ancaq köməkçi feilimiz düzgün deyil. Çünki bizə verilən cümlədə had to say, yəni had to modal feilindən istifadə olunub və bu modal feilin köməkçi feili did olmalıdır. Özü köməkçi feil kimi qısa cavablarda və ya sual cümlələrində iştirak edə bilmir. Neither did Mark yazılsaydı cümlə doğru hesab olunardı. Beşincidə children shouldn't ignore the warning signs, neither should their parents. Birinci cümlədə shouldn't modal feilimiz not qəbul etməklə cümləni inkara dəyişdirmişdir və doğru qeyd olunub. İkinci hissədə isə yenə cümləmizə inkarda olduğu üçün qısa cavab verilib. Neither ilə inkar cümləyə cavab veririk və should modal feili özü köməkçi feillərimiz kimi həm not qəbul edə bilir, həm də ki, qısa cavabda və sual inkar cümlələrinin iştirakında mümkündür yazılsın. Bu səbəbdən 5-ci cümləmizdə doğru götürülmüş olur. Qrammatik cəhətdən 2, 3, 5, yəni B variantı düzgün hesab olunacaq. Choose the logically correct sentences. Məntiqi cəhətdən düzgün cümlələri seçin. Biz cümlələrin tərcüməsinə əsasən uyğun olanları təyin etməliyik. Birinci cümləmizdə a pessimist is someone who always expects the best outcome. Pessimist şəxslər həmişə ən yaxşı nəticəni gözləyir. Birinci cümləmiz yanlışdır məntiqi cəhətdən, çünki ən yaxşı nəticə göstərənlər optimistlər hesab olunur. İkincidə to cooperate means to work together with others toward a common goal. Əməkdaşlıq ümumi bir məqsəd uğrunda başqaları ilə birlikdə işləmək mənasına gəlir. İkinci cümləmiz məntiqi cəhətdən doğrudur. Üçüncü cümləmizdə a generous person refused to share anything with others. Alicənab bir şəxs başqaları ilə nəsə bir şey paylaşmağı rədd edir. Alicənab deyərkən biz həmçinin əl açıq insanları nəzərdə tuturuq burada. Və təbii ki, rədd etmək yox, qəbul etmək olmalıydı ki, doğru hesab edilsin. Ona görə cümlə yanlışdır. Dördüncü cümləmizdə a coward is someone who shows great courage in dangerous situation. Qorxaq təhlükəli vəziyyətlərdə böyük cəsarət göstərən şəxsdir. Qorxaq şəxs təbii ki, böyük cəsarət göstərə bilməz. Bu səbəbdən dördüncü cümlədə yanlış hesab olunur. Və beşinci cümlədə a mentor is someone who gives guidance and support to a less experienced person. Mentor az təcrübəli şəxsə dəstək verən və ona rəhbərlik edən şəxsdir. Beşinci cümləmizdə məntiqi cəhətdən doğru hesab olunur. Ümumi 2-5C variantı düzgün cavabımızdır. Choose the correct tense forms. Düzgün zaman formalarını seçin. Biz burada həm zaman uzlaşması, həmçinin məlum və ya məchul növ tələb olunduğuna diqqət etməliyik. Birinci, Maria me that the letters to the main office. Variantlara diqqət etsək, biz burada told və sent feillərini görürük ki, və bütün variantlarda eyni feilin müxtəlif versiyaları təqdim olunmuşdur. Told demək danışmaq, sent göndərmək feilidir və biz baxsaq tərcüməyə əsasən Maria mənə dedi ki, məktublar baş ofisə göndərilib deməliyik. Yəni birinci boşluğumuzda Maria özü hərəkəti icra edən şəxs olduğu üçün məlum növ tələb olunur xəbərimiz. İkinci hissədə isə təbii ki, məktublar kimsə tərəfindən göndərilməlidir deyə məchul növdə bir xəbər təyin etməliyik. A variantında told keçmiş sadə, had sent keçmiş bitmiş zamandır. Zaman uzlaşması qaydasında olsa da ikinci boşluqda had been sent olmalıydı ki, məchul növdə düzgün verilsin. B variantında was told məchul növdə və biz qeyd etdik ki, birinci boşluqda tərcüməyə əsasən bizə məlum növ gərəkdir. Bu səbəbdən B variantı da yanlış götürülür. C variantı bizim doğru cavabımızdır. Maria told me that the letters had been sent to the main office.
Zaman uzlaşması keçmiş sadə və keçmiş bitmiş. Birinci hissəmiz məlum növ, ikinci hissəmiz isə məchul növdə düzgün şəkildə qeyd olunmuşdur. D variantında yanlışlıq. Bizim ikinci boşluqdakı mübtədamızla uzlaşmaya əsasən xəbər cəm olmalıdır. Letters cəm olduğu üçün artıq was xəbəri ilə uzlaşa bilməzdir, yanlışdır. Və Y variantında ikinci tərəfdə had sent məlum növ qeyd olunmuşdur. Həmçinin boşluğun hər iki hissəsində biz bitmiş zaman qeyd edə bilmirik. Qrammatik cəhətdən yanlış hesab olunur. Doğru cavabımız C variantı götürülür. Make up a dialogue. Dialoqu qurun. Dialoq qurarkən biz cümlələrin tərcüməsinə uyğun olaraq ardıcıllığı düzgün qeyd etməliyik. Və bu dialoqumuzda dördüncü cümlə ilə başlasaq daha doğru hesab olunar ki, Hi, have you finished the project for history class? It was quite difficult for me. Salam, sən tarix dərsi ilə bağlı layihəni bitirmisən. Mənim üçün olduqca çətin idi. Daha sonra isə 5. Not yet, I'm still working on it because I need to find more information online. Hələ yox, çünki mən onun üzərində hələ də işləməliyəm və onlayn şəkildə daha çox məlumat tapmağa ehtiyacım var. Daha sonra isə 3-də so do I spent almost the whole weekend reading books in the library to complete mine. Həmçinin mən bütün həftə sonumu öz layihəsini nəzərdə tutur ki, yəni bitirmək üçün kitabxanada kitablar oxumaqla keçirirəm. Daha sonra isə biz 1 ilə davam edəcəyik. That was a good idea. Maybe I should also check some books instead of only using the internet. Bu yaxşı bir ideyadır. Ola bilsin ki, yalnız internetdən istifadə etmək əvəzinə bəzi kitabları mən də nəzərdən keçirim. Demək, daha sonra 1-i gətirmiş olacaq və sonda isə biz ikinci ilə cümləmizi yekunlaşdıracağıq dialoqumuzu. Yəni, yes, I think combining both sources will help you write a much better project. Əlbəttə, mən düşünürəm ki, yəni hər iki mənbədən istifadə etmək daha yaxşı layihəni yazmağa sənə köməklik göstərəcək. Və biz sıraya diqqət etsək, 4, 5, 3, 1, 2 ümumi D variantı bizim doğru cavabımız götürülür. Complete the sentence cümləni tamamlayın. Why did your friend ask? Nəyə görə sənin dostun soruşdu? Biz cümlə tamamlama bölməsində bir neçə nüansa əsas diqqət etməliyik. Burada əsasən nöqtələrdə olan boşluğa nəqli cümlə seçilməlidir. Çünki cümlənin ortasında köməkçi fe'l mübtədadan əvvələ keçib sual cümləsi qurma qaydası yanlışdır. Köməkçi fe'l did cümlənin əvvəlində keçməyə kifayətdir. Daha sonra zaman uzlaşmamız, did keçmiş zaman olduğu üçün biz keçmiş zamanla uzlaşdırmalıyıq. Və üçüncü qayda, askdan sonra that bağlayıcısı istifadə olunmur. Qeyd etdiyimiz qaydalara əsasən A variantında köməkçi fe'l mübtədadan əvvələ keçdiyi üçün yanlış hesab olunur. Söz sırasında the plane had arrived olmalıydı. Daha sonra B variantında qeyd etdik ki, askdan sonra that istifadə olunmaz. Qrammatik cəhətdən yenə yanlış hesab olunur. Daha sonra C variantında when the plane arrived in Baku söz sırası düzgündür, mübtəda xəbərdir, yəni nəqli sıradır. Keçmiş zamanla arrived keçmiş sadə zaman uzlaşması yenə doğru götürülür və bağlayıcı da təbii ki askla uzlaşa bildiyi üçün yenə düzgün hesab olunur. D variantında səhvliyimiz söz sırası və bağlayıcı düzgün hesab edilsə də was arrived məchul növdədir və təyyarə Bakıya təbii ki gəlib çatdı deməliyik. Arrive fe'li məchul növdə istifadə oluna bilməyən fe'llərdəndir, yəni təsirsiz fe'ldir. Həmçinin tərcüməyə də diqqət etsək, biz gəlib çatıldığı kimi tərcümə etməyimizi doğru hesab olunmur. Ona görə də bizim D variantı məchulluq baxımından yanlış hesab olunur. Y variantında isə will gələcək zamandır. Gələcək sadə zaman keçmiş sadə zamana uzlaşmır, indiki ilə uzlaşmalıydı. Həmçinin söz sırası yanlışdır. Yəni bu Y variantındakı cavabımızda həm köməkçi fe'lin mübtədadan əvvələ keçməsi, yəni söz sırası, həmçinin zaman uzlaşması səbəbindən yanlış götürülmüş hesab olunacaqdır. Doğru cavabımız C variantıdır.